Azərbaycanlı MMA döyüşçülərinin Rusiya turnirlərindən niyə uzaqlaşdığına bir nəzər salaq, məlumatlar İdman Biz saytındakı bir məqalədəndir. Orada tanınmış MMA məşqçisi Şəhriyar Abbasov danışıb. Yəni, vəziyyəti içindən bilən birinin fikirləridir bu. Gəlin əsas məqamlara baxaq. Birincisi və ən əsas səbəb bu yaxınlarda olan bir hadisədir. ICA, yəni Absolute Championship axmaq turnirinə gedən 5 döyüşçümüzü Moskva aeroportunda saxlayıblar. Təsəvvür edin, bir neçə gün orada qalıblar, sonra da geri qaytarılıblar. Yarışa buraxılmayıblar da. İkincisi, indi nə olur? İdmançılarımız təbii ki, başqa ölkələrə baxırlar. Gürcüstan, Qazaxstan və ya kimi yerlərə. Amma başa düşürsünüz də, xaricdə yerli idmançılara daha çox şans verirlər. Bu da işi çətinləşdirir. Həm də Rusiyadakı hazırki vəziyyət, uçuşlarla bağlı problemlər, bunlar da öz sözünü deyir. Halbuki əvvəllər Rusiya, IMC, Fight Nights kimi böyük liqaları yaxşı qanararları ilə daha cəlb edici idi. Və nihayət məşqçi Şəhriyar Abbasov bir təklif irəli sürür. Azərbaycanda özümüzün bir MMA təşkilatı yaradaq. Deyir ki, bu gənc idmançılar üçün super olar. Təcrübə toplayarlar, reytinq yığarlar. Sonra da böyük liqalara getmək asanlaşar. Həm də qeyd edir ki, bunun üçün elə də fantastik pullar lazım deyil başlanğıc üçün. Bir sözlə bu çətinliklər bizim MMA döyüşçülərini həm yeni yollar axtarmağa, həm də ölkədə idmanı inkişaf etdirmək barədə düşünməyə vadar edir.